Rəsul bəy, Bəli. Azərbaycanın torpaqlarının işğaldan azad olması uğrunda döyüşmüsünüz. Bəli, bəli. Hansı istiqamətlərdə? Füzuli Şuşa istiqamətində döyüşlərdə olmuşam, iştirak eləmişik. Və bu döyüşdə şəhid qardaşlarımız olub, yaralı qazilərimiz olub. Ağır işçilərlə də üzləşsək belə bu qələbəyə nail olmuşuq. Qələbə günü ilə bağlı təəssüratlarınızı bölüşə bilərsiniz. Hazırda Zəfər paradındasınız. Nə hisslər keçirirsiniz? Möhtəşəm bir hissdir, əlbəttə ki, qürur verici bir andır. Yəni bu qalibiyyəti yaşamaq özü bir fəxrdir ki, mən bu orduya xidmət eləmişim. Hazırda döyüş meydanında deyil, artıq zəfərin içərisində. Bəli, bəli. Bu sevindirici haldır. Təbii ki. Çox möhtəşəm bir andır, əlbəttə. Oğlumla bir yerdə bu qələbəni izləməyə gəlmişik.